fikrinizi yazacaqsınız. Eynən mətnlərdə olduğu kimi introduction. Yəni mövzu nə haqqındadır? Onu yazacaqsınız, fikrinizi bildirdik. Mən bildirdim ki, özəl təhsil daha yaxşı hesab edilir dövlət təhsilindən. Amma mən nəyə üstünlük verirəm? Dövlət təhsilindən. Mənim şəxsi fikrimdir. Əsaslandırıram. Birinci fikrimi söylədim ki, özəl təhsil üstün hesab edilir. Amma mən dövlət təhsilinə üstünlük verirəm. Dövlət təhsilinin üstün cəhətlərini vurğuladım. Hər kəsə çıxışlı olduğunu, hər kəs üçün şərait yaradıldığını, sosial bir vəziyyət yaratdığını vurğuladım. Və həmçinin əks fikri də söylədim. Özəl təhsilin qəşəng şəraiti olur, güclü müəllimləri olur, otaqları və s. Amma nəticə olaraq dedim ki, baxmayaraq ki, özəl təhsil üstündür, mən dövlət təhsilinə üstünlük verirəm. Çünki istəyən insan istənilən yerdə nə edə bilər? Uğur qazana bilər. Bu halda insan gətirəcəyi nəticəni bilməlidir. Mən bu fikri nə ilə bitirəcəm? Hansı nəticəni bitirəcəm?